Gənclər və İdman naziri Fərid Qayıbov dövlətimizin başçısına kompleksdə həyata keçirilən işlər barədə məlumat verdi. Bu kompleks Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində inşa olunur. Tikintisinə 2024-cü ilin yanvarında başlanılan kompleksin əsas binasında yerləşən universal idman zalı 1100 tamaşaçı tutumuna malikdir. Burada basketbol, voleybol, handbol, mini futbol, badminton, gimnastika, judo, güləş, taekvondo, boks, karate və idmanın digər növləri üzrə məşqlərin və yarışların keçirilməsi nəzərdə tutulur. Binada eyni zamanda 80 nəfərlik iclas zalı, hakim, həkim, məşqçilər, şərhçilər üçün otaqlar, kafe olacaq. Kompleksdə 21 otaqdan ibarət 42 yerlik 4 mərtəbəli mehmanxana və restoran da fəaliyyət göstərəcək. Burada 1300 tamaşaçı tutumuna malik tribunası olan, standartlara cavab verən futbol meydançası, həmçinin 2 mini futbol meydançası yaradılacaq. Qeyd edək ki, bu il sentyabr ayının sonunda Azərbaycanda keçiriləcək Müstəqil Dövlətlər Birliyi ölkələrinin 3-cü oyunları zamanı boks idman növü üzrə yarışlar Yevlax Olimpiya İdman kompleksində təşkil ediləcək.